Birinize salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə və bu kanalı ilk dəfə görürsünüzsə, mən Gül Zeynalova. Artıq 2 ildən çoxdur ki, YouTube platforması üzərindən siz gənclərin maariflənməsi və inkişafı üçün bir-birindən fərqli mövzularda videolar çəkirəm. Və bu videomuzun da mövzusu imtahandan sonra tələbələrə tövsiyələrim, blok imtahanına tövsiyələrim nələrdir? Bu haqda bir kontent yaratmaqdır və sizə bir müddətdir ki, hardaydım, niyə video çəkmirdim, bu haqda məlumat verməkdir. Çünki kanalımın izləyicisi olaraq bunu bilməyə hər birinizin haqqı var. Dostlar, artıq mən 2 aya yaxındır ki, YouTube platforması üzərindən aktivlik göstərmirəm. Həmçinin WhatsApp kanalımda, motivasiya kanalımda paylaşımlar etmirəm. Bunun səbəbi, yəni belə deyim ki, hər bir insanın şəxsi həyatında müəyyən bir dövrü olur ki, o dövr ərzində heç bir şey etmək istəmir, ürəyindən heç bir şey gəlmir və mən də bu mənim xarakterimdən aslı olduğu səbəbilə video kontentləri dayandırmışdım. Heç bir şey etmək istəmirdim. Normalda nə heç kimə, nə heç nəyə vaxt ayırmırdım. Əlbəttə ki, bu səbəblər, bu təsirlər mənim YouTube platformasındakı fəaliyyətimə də zərər verdi ki, videolar paylaşmadım, aktivlik yaratmadım. Yoxsa indi səhifəmiz 10.000 nəfər olmuşdu. Bu arada hazırda 7.000 nəfərik. Hər birinizə təşəkkürümü bildirirəm. Dəstək olduğunuz üçün çox sağ olun. Yəni ki, bəzi səbəblərdən dolayı mən YouTube platformasında video paylaşmırdım. Amma mən düşünürəm ki, siz məni biraz da olsa tanıyırsınızsa, məni başa düşərsiniz ki, bir insan əlindən gəldiyi şeyin qat-qat daha yaxşısını eləyə bilər. Və bir insanı çökdürən, bir insanın gələcəyinə zərər verən elə həmin insanın özüdür. Çünki mən bilirəm ki, bu fəaliyyətlərimi davam etdirsəm, əlimdən daha yaxşı şeylər gələ bilər və daha çox kütlə toplaya bilərəm. İstədiyim hədəflərə, istədiyim şeylərə daha tez çata bilərəm. Sadəcə olaraq dediyim kimi, insan psixologiyası hər an dəyişə bilər, hər şey dəyişə bilər və mən də o psixologiyada olduğum üçün heç bir şey etmək istəmirdim. Amma artıq qayıtdım demək istəyirəm. Çünki qarşıdakı günlərdə mənim o qədər maraqlı kontentlərim, yeni insanlar və s. çox da məlumat vermək istəmirəm, marağı qaçmasın deyə. Yeni şeylər məni, o qədər yeni şeylər məni gözləyir ki, sadəcə olaraq toparlanmaq lazımdır və davam etmək lazımdır. Bunu hər kəs eləməlidir. Və yaxşı işlər çıxara biləcəyimi bilirəm. Sadəcə olaraq dediyim kimi, ruh halı məni bəzən istəmsiz şeylər etməyə məcbur edir. Ona görə də belə olur sonu. Bu müddət ərzində nələr etdim? Bu müddət ərzində universitetimizdə Enactus deyilən bir klub var ki, Respublika hətta dünya üzrə məşhur bir şeydir. Keçən il Azərbaycanın da təmsilçiləri universitetlərdən getmişdi və bu il universitetimizdə onun prezidenti, onun rəhbəri mən seçildim və komandamız o qədər uğurlu oldu ki, universitet həyatında ilki bacardıq. Və bu məni həqiqətən çox sevindirdi. Çünki bununla bağlı həqiqətən real və maraqlı addımlar atıldı. Böyük ehtimalla may ayının 7-si, 8-i kanala video yükləyərəm. Həmçinin bu sahədə belə bir addım atıldı. Bununla yanaşı WUF 13-dən xəbəriniz var yəqin ki. WUF 13-də seçildim, amma təlimə gedə bilmədim deyə. Təəssüflər olsun ki, nəticəm ləğv oldu. Bu məni üzdü, amma ki, bu da bir təcrübə olduğu üçün o qədər də pis olmadım. Marafon könüllülüyünə qatılmışdım. Əlaqəsiz insanları seçdilər, amma mən seçilə bilmədim. Belə bir şey deyim, həyatım boyu 20-dən çox müsahibə vermişəm və heç birində uğursuz olmamışam. Lakin marafon kimi bir yerdə, könüllülükdə mən necə bir uğursuz müsahibə vermiş ola bilərəm, hələ də bilmirəm. Onların texniki səhvidir deyərəkdən söhbəti bağlamaq istəyirəm. Bu da mənə təsir edəmədi əlbəttə ki. Amma belə bir şey deyim, mart ayı, ümumiyyətlə fevral-mart ayı mənim üçün belə biraz stresli ay olduğuna görə imtahan sözünü 2 dəfə dedim. İmtahanlar, müəllimlər, universitet, yol, yuxu, yemək, təlimlər, tədbirlər, rədd cavabları, bu şeylər məni həqiqətən biraz sarsıtdı. Hər şey üst-üstə gəldiyinə görə adam avtomatik olaraq pis olur, pis düşünür və o düşdüyü çuxurdan çıxa bilmir. Məndə də belə bir şey oldu. Yəni hər şey üst-üstə gəldi. Özünüz artıq məncə təsəvvür edirsiniz. Bu kimi şeylər oldu həyatımda. Çox da belə uzun danışmaq istəmirəm. Qısa danışaq biraz da. İndi isə keçək imtahanlar və s. haqqında sizlərə tövsiyələrim. Buraxılış imtahanı. Buraxılış vaxtı mən bu arada canlılar açdım. Həmin o canlılarda izahlar verdik. İmtahandan bir gün öncə, imtahandan bir gün sonra
və s. bu haqqda belə danışıqlarımız oldu. Kanalda mən bu arada neçə dənə 11-ci sinif və 9-cu sinifə aid videolarım olduğuna görə təkrardan o videoları çəkmək fikrim yox idi. Niyə? Çünki o videoları təkrarlamağın yeri yoxdur. Kanalımda o videoya baxan bir adam yeni çəkdiyim videoya baxmayacaq. Çünki ikisi də eyni mövzudur. Bu arada dırnaqlarımı yeni düzəltdirmişəm. Necə olub? Hə, dostlar, biri o gün yazmışdı ki, hər şey çox əladır, amma dırnaqlarım çox pisdir. Mən də yazdım ki, lap yaxşı. Siz videoya mənim dırnaqlarıma baxmağa yox, videoya baxmağa gəlmişsiniz. Hə, uşaqlar, imtahan haqqında ümumi bir təəssüratım. Hər il imtahanlar stabil qaydada verilir. Həmin o çətinlik olur. Buraxılış imtahanında da, blok imtahanında da belə bir sual çıxır. Yüksək bal toplayan tələbələr o balı necə toplayır? Gedir, məsələn, 100 nəfərdən 50 nəfər aşağı nəticə göstərir və ortaya belə bir şayiə çıxır ki, imtahan çətin idi. Uşaqlar, belə bir baxış bucağı yoxdur. Bəs yüksək bal toplayanlar necə toplayır o balı? Siz bilirsiniz ki, artıq indiki dövrdə bizim repetitora, əlavə hazırlıqlara, məşğələlərə, kurslara ehtiyacımız var. Və bu ehtiyac qarşılanmadığı təqdirdə sizin imtahan nəticəniz zəif olacaq. Bu artıq nə mənim problemim deyil, nə imtahanı hazırlayan, sualları hazırlayan şəxslərin, səlahiyyətli şəxslərin problemi deyil. Artıq belədir. Siz probleminizi gedin təhsillə, Təhsil Nazirliyi ilə məsələni həll etməyə çalışın. İmtahan sistemini deyin ki, məktəblərdə niyə dərs keçirilmir? Deyin ki, niyə təhsil ocaqları düzgün təhsil verə bilmir ki, biz gedirik hazırlıqlara, repetitorlara, məşğələlərə, kurslara. Əgər bunlar qaydasında olsa, bizim heç onlara ehtiyacımız olmaz. Məktəb səviyyəsində imtahana dərs salmırlar, imtahana sual salmırlar. Tələbələr də çətinlik çəkdiyi budur. Mən inandırım ki, siz burada neçə nəfər çıxsın bu arada. Buradakı videodakı fikirlərin hər biri mənim subyektiv yanaşmam və mənim öz şəxsi fikirlərimdir. Mənim fikirlərimlə razılaşmaya bilərsiniz. Fikirlərimi, sözlərimi bəyənməyə bilərsiniz. Hörmət çərçivəsində şərh yazmağı unutmayın. Çünki mənim bu videonu valideynlərim, qohumlarım izləyir. Pis bir, mənfi bir rəy olduğu təqdirdə məndən də mənfi fikirlər eşidə bilmə ehtimalınız 100%-dir. Ona görə hər şey hörmət çərçivəsində olmalıdır mənim kanalımda. Yəni, sözümü ona gətirirəm ki, sözüm yadımdan çıxdı. Yəni, bunlara ehtiyac duyulur. Müəllimlərə əlavə hazırlığa ehtiyac duyulur. Buna görə də siz hər zamankindən indi 5 dəfə çalışırsınızsa, beyninizdə saxlamalısınız ki, imtahanlar çətin ola bilər. Asan sual da var. 20 dənə sual verib 15 dənəsi çətindir, 5 dənəsi asandır. Ya da əksi. Siz bunu bilirsiniz və bunu bildiyiniz müddətdə bu problemi düzəltməməyiniz imtahanın təhsil prosesinin günahı deyil. O sizin günahınızdır ki, daha çox çalışıb daha yüksək nəticə əldə edə bilərsiniz. Əlinizdəki resurslardan, imkanlardan maksimum dərəcədə faydalanmalısınız. Yoldaşlar, ola bilər siz hazırda, məsələn, mən artıq belə deyək də 2-ci kurs tələbəsiyəm. Abituriyentlik dönəmindən 2 ildir çıxmışam və bu proseslərin içində hələ də varam. Hələ də hazırlıqlar keçirəm. Hələ də tələbələri universitetlərə yönləndirirəm. Hələ də tövsiyələr, məsləhətlər verirəm. Bunun səbəbi budur ki, mən artıq, belə deyim, 3-cü bir göz söhbəti var. O 3-cü gözüm artıq mənim açılıb ki, əslində tələbə əlindən gələn maksimum şeyləri, maksimum gücü sərf etsə, maksimum da nəticə toplaya bilər. Kiminsə beyninə fikirləri anidən gətirib qoymurlar. Kimsə doğuşdan bəri ona o məlumatlar yüklənmir. Hər kəs oxuyur, yavaş-yavaş görür və nəyin necə olduğunu araşdırır. Nəyin necə olduğunu öyrənir. Öyrənməsə, nəticəsi də zəif olar. Siz bəlkə də bu fikirləri yenə də mənfi yanaşırsınız. Bəlkə də deyirsiniz ki, bu nə danışır, bu nə deyir. Amma reallıq budur. Bir insan nə qədər çox çalışırsa, nə qədər çox əziyyət, əmək verirsə, demirəm gedin əziyyət çəkin, çətin testlər işləyir. Eləməlisiz onsuz da. Bir insan nə qədər çox çalışırsa, nəticəsi də o qədər yaxşı olur. Ona görə də bu həmçinin universitetdə də belədir, kənarda bir işdə də belədir. Gəlin 2 dənə şey fikirləşək. Bir insan təcrübəsi yoxdur, universiteti bitirib gedir iş axtarmağa. Bir insan da universitet həyatı boyunca bir çox təcrübələr, təlimlər, dillər öyrənir, nə bilim bir kurslara gedir. Əlbəttə ki, kursa gedən insanı götürəcək. Digər insanın vəzifəsi nə qədər yüksək olsa da, digər insan nə qədər yaxşı universitet bitirsə də. Bir insana universitetinə görə hörmət qoyan yoxdur. Bir insan universitetə daxil olur və universitetdə götürdüyü, keçirdiyi, etdiyi aktivliklər nəticəsində qarşıya gedir. Bu belədir. Əlavə şeyləri deyə bilmərəm. İndi mən sadəcə gördüyümü danışmaq istəyirəm. Bunlar yenə deyirəm, mənim subyektiv fikrim, mənim öz fikirlərimdir. Başqaları başqa cürə düşünə bilər və düşünürsünüzsə şərhlərə qeyd edeyim, mən də oxuyum, qarşılıqlı mütaliə edək. İndi
Əlavə olaraq imtahan prosesi mənim üçün çətin idi. Çətinliyi var. Birinci belə sual verim. Çətin idi. Bəli, çətin idi. Niyə? Çünki vaxt cəhətdən suallar uzun idi. Sual rahatdır, okey, əladır hər şeydə. Yəni indi bizim burada mətn tapşırığı, riyaziyyatda açıq suallar, 5 dənə sual, yəni çox çətindir, insanı dəli eləyəcək səviyyədə çətindir. İngilis dilinin listening problemi, səs problemi, bunları nəzərə alaraqdan vaxt bölgüsünü çox az qoyurlar. Və yaxud da ya vaxtı artırsınlar, 4 saat eləsinlər imtahanı, ya sual səviyyəsini endirsinlər, 2 saatlıq, 3 saatlıq sual səviyyəsinə gətirsinlər. Bunu artıq eləmək bizim problemimiz deyil. Bu artıq təhsil işlərində olanların problemidir. Bunu artıq onlar düzəltməlidir. Düzəltmirlərsə, deməli belə də olmalıymış. Siz özünüzü onlara uyğunlaşdırmalısınız. Məcbursuz buna. Yəni bu məcburiyyətdir. Qaldı ki, bugün imtahan olmuşdu. Bugün imtahanında tələbələr çətinlik çəkməyib. Qrammatika sualları biraz zorlayıb uşaqları, hansı ki biraz zorluq çəkiblər qrammatika suallarında Azərbaycan dili üzrə. Əlavə geridə qalan şeylər normal olub. Suallar normal, stabil düşüb. Bugün, yəni məzunların imtahanı idi bildiyiniz üzrə. İmtahanlar belə də davam edir. Yəni bunlar belədir. Bu videonu yenə deyirəm, məqsədini çəkməkdə məqsədim YouTube-a geri dönüş adlı bir kontent yaratmaq idi və ümumi fikirlərimi sizlərdən bölüşmək istəyirdim ki, vəziyyət belədir yoldaşlar. İmtahan prosesi budur. Yəni gözünüzlə görün ki, yəni bu belədir. Belə də davam edir. Başqa bir deyəcəyim bir şey yoxdur. Videomuz elə 11-12 dəqiqədir. Videonu elə burada saxlayıram dostlar. Ümid edirəm ki, videomuz tutar. Videoda nə bilim indi danışmışam da azdan çoxdan. Növbəti videomuz olacaq blok imtahanına tövsiyə tələbələr üçün, abituriyentlər üçün blok imtahanına tövsiyə və bu şəkildə davamlı videolarımızı çəkməyə davam edəcəm. Çünki mən görürəm ki, bir insan nə qədər pis düşünür, nə qədər motivasiyadan düşür, nə qədər özünü psixoloji cəhətdən sıxırsa, axırı o qədər pis olur. Mən də pis olmağı istəyən bir gənc deyiləm. Mən davamlı olaraq inkişaf, irəliləmə, davam deyən bir gəncəm və mamam videoya baxır. Mamama yazmışam ki, bəs vəziyyət belədir. Mən məsələn özümü pis hiss edirəm, heç bir şey eləmək istəmirəm. Mamam nə yazıb? Sən xarakterin belədir. Həqiqətən mənim xarakterim beləymiş. Çünki insanıq, yəni bu normal bir şeydir. Bunu böyütməyin gərəyi yoxdur. Bizim xarakterimiz belədir. Biz insanıq. Ona görə çox da dərd eləməyə dəyməz. Videomu bəyənib kanala like atıb, kanala abunə olsanız sevinirim. Təsəvvür edin, videonu 4-5 dəfə çəkmişəm. Videonu ortaya çıxarıb ərsəyə gətirə bilmirəm. Danışığım bu bir ayda korlanıb o dərəcə. Uşaqlar sağ olun. Həyatınızda uğurlar arzu edirəm. Kanalı takibə alın. Videoların davamı gələcək. Blok imtahanına tövsiyə və s. bu haqda videolarımız paylaşacağım. Yaxın günlərdə çox mükəmməl bir video ideyam var. Çox qəşəngdir, həqiqətən çox bəyənəcəksiniz. Sağ olun. Videonu, kanalı izləmədə qalın. Sağ olun. Dırnaqlarım əslində çox uzun deyil, orada uzun görsənir.